Salam, hər vaxtınız xeyir olsun. DİM 1-ci qrup partisi olan 20 sınaqdan sınaq 12-ci izahı. Deməli, birinci sualda uşaq cisim müəyyən məsafəni 4 metr saniyə sürətlə 9 saniyə gedir. Cisim 6 metr saniyə sürətlə həmin məsafəni nə qədər vaxtda qət edər? Sabit sürətlə hərəkətdir. Deməli, birincisi həmin məsafəni dediyinə görə məsafə deməli eynidir. S1 bərabərdir S2-yə. Onda V1 T1 bərabər olar. Bərabər sürətlə hərəkət üçün V2 T2. V2 T2. İndi baxaq. V1 T1 4 vur 9 36 bərabərdir. V2 6 vurulsun T2-yə. T2 də olacaq 36 bölü 6-dan 6 saniyə. İkincidə birinci disk üzərində olan bir nöqtəsinin mərkəzi qaçma təcili A olarsa, ikinci diskin üzərində olan 3 nöqtəsində mərkəzi qaçma təcili nəyə bərabər olar? Deməli, uşaqlar, sevirib bir nöqtəsinə təcil adı və qarşılı ötürmədə təcil radiusa tərs mütənasibası. Çünki qarşılı ötürmədə sürət sabit olduğundan V kvadrat bölü R-ə baxırıq. R1 R, deməli, R2 isə 2R'dir. Deməli, təcil 1-dən 2-yə keçəndə radius 2 dəfə artdığına görə bu 2 dəfə azalır, olur A bölü 2. Aha, bu oldu qarşılı ötürməniz. İç-isə çevrələrdəsə, deməli, sabit edənlər omega N'lər, period bir də fi. İndi bunlar olan bir düstur yazsaq, məsələn, A bərabər omega kvadrat R. Görərik ki, R-dən düz mütənasibasıdır. R2-dən R3-ə keçəndə radius 2 dəfə azaldığından bu 2 dəfə də burada azalacaq. A bölü 2 idi. 2 dəfə də azalır. Olur A bölünsün 4. A variantı. 3-də əvəzedici qüvvəni istəyir. F3 və F2 eyni istiqamətdədir. Baxın, cəmlirik oldu 8. F1 6 Newtondur və arasındakı bucaq 90 dərəcədir. Pifaqora əsasən F əvəzləyici bərabər olacaq. Kök altında F1-in kvadratı, yəni 36 üstə gəlinsin. Digər qüvvənin kvadratı 64-də. Bu da eləyir təbii ki 6-8 sənə verir 10 Newtonu. Elastiki deformasiya zamanı yayın mütləq uzanmasının onu gələn qüvvədən asılı qrafiki F bərabərdir. Deməli, K delta L'dir. Elastiki deformasiyası K sabitdir. F delta L-lə düz mütənasib asılıdır və ya əksinə B variantı. 5-də bircə istəyir 1 və 2 dayaqlar üzərində tarazlıqdadır. Dayaqların reaksiya qüvvələrinin N2 bölü nisbəti nəyə bərabərdir? Məsafələr eynidir. N2 buradadır. N1-dəki buradadır. N1. Deməli, uşaqlar, N1, N2 arasındakı momenti yazmaq üçün biz birincisi bir dayaq tapmalıyıq. Məsələn, MJ-ni çəkək, tirin öz MJ-sinin ağırlığını çəkib, ona bir dayaq deyək. Baxaq, görün, neçə məsafədən ibarətdir? 1, deməli, 2, 4, 6 olduğuna görə 3, 3. 3 solda qalacaq, 3-dəki, deməli, sağda qalacaq. Buradan baxın, MJ-ni çəkək. MJ. İndi uşaqlar, dayağı başlayacağım MJ-yə görə tapmağa. N2-nin qolu 1, N1-in isə qolu 3-dür. Belə yazırıq. Momentlər qaydasından tarazlıqda olduğuna görə M1 bərabər M2-yə. N1-in yerinə N1 vurulsun 3. N1 vur 3 bərabərdir. N2 vurulsun 1-ə. Sizdən N2 bölü N1 istəyir. Yəni N2-ni bu tərəfə keçirsiniz. 1 də bu tərəfə olacaq. N2 bölü N1 bərabərdir. 3 bölünsün 1-ə. O da olacaq 3. D variantı. 6-da sərtliyi 8 vur 3 Newton bölü metr olan yay 6 cm sıxılaraq iplə, deməli 6 cm olacaq, 6 vur 2 metr. Sıxılaraq iplə bağlanmışdır və üzərinə 0.2 kiloqram kütləli cisim qoyulmuşdur. İpi kəskin cisim hansı maksimal hündürlük? Sizdən baxın, bu məsafəni soruşur. Deməli, uşaqlar, burada enerji çevrilməsi baş verir. Var, deməli, burada yayın potensial enerjisi Kx kvadrat bölü 2. Bir də var, atılma anında, yəni yay sıxılması ip kəsildikdə yay açılacaq və həmin bu potensial enerji veriləcək nəyə? Kinetik enerjiyə. Deməli, bir də var, atılma anında olan bunun kinetik enerjisi. Bu verilir mv kvadrat bölü 2. Daha sonra uşaqlar, bir də ki, bu mv kvadrat bölü 2-də yuxarı atılmış cisim kimi baxırsınız, bu da veriləcək potensial enerji. MJH. Deməli, elə birbaşa Kx kvadrat bölü 2-ni MJH-a da bərabər edə bilərik. Gəlin baxaq. K. 8 vurulsun 10 üstü 3 vurulsun X-in kvadratı, yəni 36 vur 10 üstü mənfi 14. Mənfi 4. 36 vur 10 üstü mənfi 4. Bölünsün 2 bərabər MJH-a. Burada mənfi 4 bərabərdir MJH-a. 0.2 vur 10 vurulsun H. Deməli, baxaq görün, nələri ixtisara aparırıq. 8, 36, buradakı 2 və H var.
10 üstü 3-dən 10 üstü mənfi 4 getdi. Qaldı 10 üstü mənfi 1. 10 üstü mənfi 1-dən 0, 2-də 0-ını aparaq qalsın 2. 8-dən 2 gedir, burada qalır 4. 4-dən 2 gedir, qaldı burada 2. 2-ni də 36-ya vursaq olacaq 72. 72-ni də 10-a bölsək düşəcək 7,2. Deməli, h da bərabər olacaq 7,2 metrə. 7. Yerləşmə istiqamətində təsir edən sabit əvəzedici qüvvənin təsir altında hərəkət edən cismin kinetik enerjisinin onun yerləşməsi moduna asılı qrafiki. Bilir ki, kinetik enerjinin dəyişməsi görülən işə, yəni F vurulsun S-ə bərabərdir və yerləşmə istiqamətinin olduğuna görə müsbət F-ə bərabərdir. YK-nın yerinə YK çıx, YK0 bərabər F-S yazırıq. Buradan da YK nəyə bərabər olacaq? F-S üstə gəl YK0, yəni belə bir ifadə alırıq. YK bərabərdir YK0 üstə gəlinsin, F vurulsun S-ə. Deməli, müəyyən bir qiymətdən düz mütənasib asılı olmuş olacaq Y variantı. 8-də yaya birinci cisim bağlıqda rəqs periodu T1, ikinci cisim bağlıqda T2 olduqda kütləsi bu cisimlərin kütlələri cəminə bərabər olan cismi həm yaya bağlıqda rəqs periodu nəyə bərabər olur? Aha. Deməli, uşaqlar, M1 üstəgəl M2 bizə verəcək hər hansısa bir M3 kütləli cismi və bizdən burada M3 soruşur. Birinci gəlin periodun üstünü yazaq. Gəlirək qaçın T bərabərdir. Deməli, 2pi kök altında M bölünsün K-ya. Buradan M-i çıxartsaq, hər tərəf kvadrat yüksəlir və M nəyə bərabər olacaq? T kvadrat vurulsun K, çarpaz vururuq. T kvadrat vur K bölünsün 4pi kvadratına. Aha, M3 üçün buna T3 yazacaq. Burada T3 yazırıq. Çünki K sərtlik eynidir. M1 üçün bura 1 yazırıq. M2 üçün də 2 yazırıq. Gəlin hesablayaq. Deməli, M1 üçün belə olacaq. Baxın, bu yuxarıdakı tənlikdə yazıram. T1 kvadrat K bölünsün 4pi kvadrat. Üstə gəlinsin T2 kvadrat K bölünsün 4pi kvadrat bərabərdir T3 kvadrat K bölünsün 4pi kvadrat. Hər tərəfdən təbii ki, eyni kəmiyyətlər getdi. Nə qaldı? T3 bərabərdir kök altında T1-in kvadratı üstə gəlinsin T2-nin kvadratına olacaq C variantı. 9-da sıxlığı mayının sıxlığından böyük olan cismi mayaya batırdıqda onun maydakı çəkisinin cismin batan hissəsinin həcminin asılığı. Aha. Maydakı çəki P bərabər P0 çıx F Arximeddir. Batan hissənin həcmindən asılı qrafikini soruşur. Əgər cismin sıxlığı mayının sıxlığından böyükdürsə, cismin sıxlığı mayının sıxlığından böyüksə cisim batacaq. Və bütün həcmi boyunca o nədə olacaq? Suda olacaq. Onda gəlin belə yazaq. P0-ın yerinə yazaq MJ. Çıxılsın. F Arximedin də yerinə yazaq. Rho mayi V batan. Bizdən V batan istədiyinə görə V batan yazırıq. Vurulsun J-yə. Aha, gördüyümüz kimi uşaqlar. V batanla necə asılıdır? V batanla qarşıda mənfi olduğuna görə azalan kimi asılı olacaq. Yəni D variantıdır. Burada V0 da verib. V0-da ki, baxın yazıb ki, cismin həcmidir. Gəlin ona da baxaq. Deməli, M-in də yerinə Rho V yazırıq. Rho cisim, V cisim. Sadəcə V cisimin yerinə V0 yazdım. Çünki elə vəzləmə eləməyimizi istəyir. V0 vur J, çıxılsın Rho mayi V batan J. Gördüyümüz kimi, əgər V cisimlə V batan bir-birinə bərabər olacaqsa, baxın, burada görürsünüz, müəyyən bir nöqtə var. Həmin nöqtə bizə verir nəyi? V0. Yəni V0-dan başlayaraq müəyyən bir qiymətimiz var burada. Çıxılsın olduğuna görə mənfi düşüb qarşısına D variantı. Deməli, uşaqlar. Verilmiş kütləli ideal qazın həcminin mütləq temperaturdan asılı qrafiki verilmişdir. Qaz bir halından 2 halına keçdikdə onun təzyiqi P və qaz moleküllərinin konsentrasiyası N. Deməli, PV bərabər NKT-dir. V-nin T-dən asılı xəttidir və koordinat başlanğıcından keçən xətt olmalıdır. 1-dən və 2-dən düz xəttlər keçirdək. Gördüyümüz kimi, baxın, birin bucağı buradır, ikinci bucağı budur. Gördüyümüz kimi alfa 2 böyükdür alfa 1-dən. Bizdən təzyiqi soruşur. Təzyiq buradakı ifadə nəyə bərabərdir? NKT böl V-yə. P bərabərdir NKT böl V. Həmçinin P bərabər NKT-dən P, deməli, bizə həcmdən temperatur lazımdır. Temperaturla əlaqəli bir düstur yazaq. Çünki ikisi bir yerdə olan düstur yoxdur konsentrasiya üçün. N bərabərdir P bölünsün KT-yə. İndi baxaq uşaqlar. Deməli, 1-dən 2-yə keçəndə bucaq artıb və P bərabər NKT böl V, yəni T böl V bizə verəcək bucağın kotangensini. Kotangens-dəki bucaqla tərs asılı olacaq. Yəni, bucaq artdığına görə kotangensin qiyməti azalacaq. Deməli, 1-dən 2-yə keçəndə təzyiq azaldı.
İndi konsentrasiyaya baxaq. Konsentrasiyaya baxsaq, təzyiq azalıb 1-dən 2-yə keçəndə temperaturda dəyişib. Aha, gəlin belə eləyək. Verilmiş kütləli ideal qaz olduğuna görə konsentrasiyanı ən sadə yazaq n/v ilə. Çünki verilmiş kütləli ideal qaz üçün say, kütlə dəyişmir. Maddə miqdarı dəyişmir. Ona görə də n/v-dən yazaq. N sabitdir, v-yə baxmaq lazımdır. Görək 1-dən 2-yə keçəndə həcm necə dəyişib. 1 aşağıdadır. 2 isə yuxarıdadır. Həcm 1-dən 2-yə keçsinə görə, baxın yuxarı keçib də artdığına görə konsentrasiyada nə edəcək? Azalmış olacaq. Azalar. Y variantı. 11. Sabit temperaturda verilmiş kütləli bir atomlu ideal qazın həcmini 2 dəfə azaltdıqda onun daxili enerjisi sabit temperaturda verilmiş kütləli ideal qaz üçün bu cümlə tam olduqda daxili enerji dəyişmir, sabitdir. Nəyə görə? Çünki daxili enerjinin düsturu 2-də 3 PV-dir və verilmiş sabit temperaturda baxın P ilə V yuxarıdakı düsturda P ilə V tərs mütənasibətdir. Biri artanda o birisi azalır. Ona görə də daxili enerji sabitdir, dəyişməz. 12. Birinci və ikinci otaqlardakı psixometrilərin, termometrlərin göstəriciləri təsvir edilmişdir. Otaqların temperaturları T və otaqlardakı nisbi rütubətlər üçün otaqın temperaturları uşaqlar quru termometrlərdir. Gördüyümüz kimi T1 böyükdür T2-dən. Nisbi rütubət isə uşaqlar quru ilə yaş arasındakı fərqlə tərs asıdır. T quru çox, T yaş. Hansının fərqi az olarsa, nisbi rütubət bir o qədər çox olacaq. 28 və 20 fərq verir 8-i, 25 və 20 fərq verir bizə 5-i. Fərq az olanın rütubəti daha çox olur. Ona görə F2 böyük olar F1-dən. Görək harada var. T1 böyük T2, F2 böyük F1. C variantında. 13. Radiusu R olan elastiki çubuqdan M kütləli yük asıqda onun nisbi uzanması epsilon olarsa, çubuğun material üçün yük modulu hansı ifadədən təyin olur? Aha. Demək uşaqlar, mexaniki gərginliyin düsturu özürlü sayın mj/s-dir. Və Hooke qanunumuza görə mexaniki gərginlik epsilon y. Nisbi uzanma vur yük moduluna bərabərdir və s-in də yerinə radius verdiyinə görə pi r kvadrat yazırıq. Bizdən nəyə soruşur? Yük modulunu y-ni. Y-ni burada tək qoyanda epsilon atacaq aşağı. Olacaq mj bölünsün epsilon vur pi r kvadratı. B variantı. 14-də bircə elektrostatik sahənin 1 və 2 nöqtələrində sahənin potensialı F və müsbət yüklü zərəcə təsir edən deməli qüvvə. Bircə sahədə intensivliklə yanaşı təcil və qüvvə də sabitdir. Ona görə protona təsir edən qüvvənin modulu. Aha, qüvvələr arasında yazıb. Qüvvənin modulu dəyişmir və istiqaməti də onsuzdur. Baxın, müsbət yükə təsir edən qüvvə, müsbət yük buradadır və ona təsir edən qüvvə bütün onlarda sahə istiqamətdəndir. Dəyişmir nə qiymətcə, nə də istiqamətcə. Deməli, F1 bərabərdir F2. Bunlar səhvdir. Potensialı isə, baxın uşaqlar, intensivliyin getdiyi istiqamətdə azalırdı. Yəni, baxın, perpendikulyar xəttlər idi. F1 böyük olacaq F2-dən. Bura müsbət, bura mənfidir. F1 müsbət sayılır, F2 isə mənfi sayılır. Müqayisə etdikdə F1 böyüdür F2-dən. Deməli, oldu 3 və 4. A variantı. 11. Tutumu 4 mikrofarad olan müstəvi hava kondensatorunun gərginliyi 20 volt olan sabit gərginlik mənbəyinə qoşulmuşdur. Lövhə arasındakı fəzanın dielektrik nüfuzu 3 olan dielektriklə doldurduqda kondensatorun yükün düsturu sudur. C-nin yerinə epsilon 0s bölü D yazırıq. Vurulsun U-ya. Deməli, uşaqlar, yazıb yükü necə dəyişər? Yük necə dəyişər? Birinci halda yükümüz CU-dan 4 vurulsun 20. 80 mikrokulondur. İkinci halda yük epsilonun düz mütənasibətlidir. Dielektrik 3 olan dielektriklə doldurduqda 3 dəfə artacaq. Olacaq 240 mikrokulon ikinci halda. Deyir necə dəyişər? Sondan başlanğıc çıxsaq, 240-dan 80-i çıxsaq, qalacaq 160 mikrokulon artdı. D variantı. 16. Müqavimətləri R1, R2, 2, R3, 3R olan rezistordakı cəryan şiddəti arasında hansı münasibətlər doğrudur? R2 deməli cəryan çıxır müsbətdən, R2-dən. Bütün cəryan, I cəryanı gəldi buradan. Və sola və sağa paylanır. Deməli, I2 bərabərdir nəyə? I1 ilə I3-ün cəminə. Deməli, bütün hallarda 2 böyük olmalıdır. Baxaq. Deməli, D səhvdir, B də səhvdir, I2 hər birindən böyüdür, C də səhvdir. Qaldı A və Y variantları. İndi baxaq. R1 R-dir, R2 3R-dir. Üzr istəyirəm, R3 3R-dir. R1 ilə R3-ü müqayisə eləsək, R1
kiçikdir R3-dən. Cəryan şiddəti də ohm qanununa görə I bərabər U bölürdü. R-dən tərs asdı, yəni I1 böyük olacaq I3-dən. I2 də hər birindən böyük idi. A variantı. Hansı hadisə müstəqil qaz boşalmasının davam etmə səbəblərindən biridir? Uşaqlar dərs izahında bunu vermişəm, izah eləmişəm. Deməli, nə baş verəcək? Elektronlar atomlarla toqquşur, atom çevrilir olur ion. Və həmin ionlar da gedib katoda zərbə endirəndə katoddan elektronları qoparır. Bu zərbə ilə ionlaşmadır. 18. Bircə maqnit sahəsinin induksiya xəttləri hansı istiqamətdə yönəlməlidir ki, təsvir olunmuş cəryanın naqili təsirinin amper qüvvəsi şəkil müstəvisinə perpendikulyar olmaqla bizə doğru. Deməli, sol əlinizin baş barmağı sizi göstərməlidir. Yəni, baş barmağınız nöqtə kimi olmalıdır. Çünki amper qüvvəsi deyir bizə doğru yönəlsin. 4 barmağınız sağı göstərsə, baxın bu sizin baş barmağınızdır, sizə doğru yönəlib, belə deyək. 4 barmağınız sağı olsa, ovucunuzun içi aşağıya baxacaq. Yəni, baxın belədir, induksiya vektorları yuxarıya doğru yönəlməlidir ki, baxın burası sizin ovucunuzun içidir. Deməli, ovucunuzun içinə daxil ola bilsin. Çünki induksiya vektoru ovuca daxil olmalıdır. Aşağıdan yuxarıya və ya yuxarıya doğru B variantı. 19. Elektrostatik və burulğanlı elektrik sahələri üçün Eyler-Venn diaqramına uyğun ifadələri müəyyən edin. Elektrostatik sahə burulğanlı elektrik sahəsi. Sükunətli olan yüklü zərərciyə təsir edir. Yüklü zərərciyə hər ikisi təsir edəcək. Çünki hər birində elektrik sahəsi var və Coulomb qüvvəsi ilə təsir edir. Qüvvə xəttlərinin başlanğıcı və sonu var. Bu elektrostatik sahəyə aiddir. Müsbətdə başlayıb mənfidə bitir. 2. Qüvvə xəttləri görülən sıfıra bərabər deyil. Deməli, elektrostatik sahədə başlanğıcı və sonu var. Qapalı traktorda gördüyü iş sıfıra bərabərdir, amma burulğanlı sahədə qapalı traktoriya boyunca görülən iş sıfırdan fərqlidir, 3 gəldi bura. İntensivlik vektoru qüvvə xəttlərinə toxunulur, bu hər ikisində belədir. Qapalı traktorda gördüyü iş sıfıra bərabərdir, qapalı traktorda gördüyü iş sıfıra bərabərdir, birinciyə getdi 2, 5, deməli 3, 1, 4, C variantı. Açar sözlərə şəkilçi əlavə etməklə və bir neçə dəfə istifadə etmək olar. İşığın təsiri maddədən elektron qoparılması, işığın təsiri ilə fotoeffekt, temperaturun təsiri termoelektron emissiyası adlanırdı. Daha sonra 5 gəldi. Maksimal kinetikinə düşən işığın, deməli, fotocəryan, fotoelektron, intensiv tezlik və fotoeffekt. Maksimal kinetik enerjisi fotoelektronun maksimal kinetik enerjisi düşən işığın fotoeffekt qanunumuz belə idi. Kinetik enerji düşən işığın tezliyindən asılı olub, deməli, intensivliyindən asılı deyil. 4, burada gəldi 3. Deməli, fotocəryan 1. Fotocəryan maksimal doyma qiyməti düşən işığın intensivliyindən asılıdır. Tezliyindənsə asılı deyil bu səfər. Deməli, belə oldu. 5, 2, 4, 3, 1, 3. Görək harada var. 5, 2, 4. Ailə A variantında. 21. S nöqtəvi işıq mənbəyi toplayıcı linzanın 2 qat fokusunda yerləşir. 2 qat fokusunda yerləşirdisə, elə xəyalda 2 qat fokusda yaranırdı. Linza ilə G müstəvi güzgü arasındakı məsafə L olarsa, bu məsafə L olarsa, nöqtəvi işıq mənbəyinin müstəvi güzgüdə alınan xəyalı, güzgüdən hansı məsafədə yerləşir? Xəyal deyir, güzgüdən hansı məsafədə yerləşir? Əgər cisim keyfdədirsə, xəyal da keyfdə olur və buradakı məsafə, cisim məsafəsi D-dir. Cisim məsafəsi D nəyə bərabərdir? Ümumi məsafə L-dir, buradan olan məsafə keyfdir. Yəni D bərabər L-2F-dir. Və cisim məsafəsi ilə xəyal məsafəsi müstəvi güzgüdə eyni olduğuna görə elə cavabınız olacaq L-2F. Yəni elə xəyal da burada L-2F məsafəsində alınmış olacaq. Joule vurulsun 10 bölünsün Weber. Hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Deməli, uşaqlar, 10 Weber. Joule vurulsun 10 bölünsün Weber. Ohmun yerinə yaza bilərik. Volt bölünsün amper. Görək. Joule vurulsun. Ohmun yerinə yazıram. Volt bölünsün amper. Weberin də yerinə volt vurulsun saniyə yaza bilərəm. O hansı düsturdur? EHQ bərabərdir. Fi bölünsün T-dən. Mütləq bilməlisiniz. İndi düstur qısaca yazdım. Mənfi delta fi bölü delta T-dir. Weber buradan bərabərdir. Volt vur saniyə. Nəyə görə belə dedim? Çünki voltlar varsa elə yazdım. Joule'un da yerinə yaza bilərsiniz. Watt vurulsun saniyə. Watt vur saniyə. Bölünsün amper vur saniyə. Saniyələr yenə getdi. Watt gücdür. Amperdəki cəryan şiddəti. Yəni P bölünsün I. Gücün də düsturu nə idi? I vur U.
İu, i kvadrat, r, u kvadrat bölünsün r həmin ifadən i'lər də getdi, qaldı gərginlik. Deməli olacaq potensial fərq, gərginlik, elektrik hərəkət qüvvəsi nə veribsə onlardan biri. 23 yer səthindən şaquli yuxartılmış cismin sürətin zamanı asılı qrafinəsinin maksimal qalxma hündürlüyünü hesablayın. Deməli uşaqlar 2 saniyədən sonra cismin sürəti əgər 30 olubsa, deməli 2 saniyə ərzində bunun sürəti 20 qədər azalıb da və ya v bərabər v0 çıxış rt-dən. Tapacaqsınız ki, v0 bərabərdir 50-yə. 30 bərabər v0 çıxılsın 20, v0 bərabər 50. Maksimal qalxma hündürlüyündə düsturu h maksimal bərabərdir v0 kvadrat bölünsün 2j. 2500 bölünsün 20, o da olacaq 125 metr. 125. 24. Hansı ifadələr doğrudur? Bir cins maqnit indüksiya xəttlərinə perpendikulyar daxil olan protonun sürətini 2 dəfə artırdıqda. Sürət 2 dəfə artanda periodun düsturu uşaqlar kübə bölünsün 2 pm bölünsün 2 pm bölünsün kübə idi. 2 pm bölünsün kübə idi. Yəni sürətdən asılılığı yoxdur, dəyişməz. 2-ni götürdük. Mərkəzi qaçma təcili maqnit sahəsi üçün MA bərabər QVB idi. Sürətdən düz mütənasib asılıdır. Sürət 2 dəfə artdığına görə 2 dəfə artar. Deməli bu səhvdir. Çevrənin radiusu 2 dəfə artar, çevrənin radiusu dəyişməz. MV bərabər QB-dən də baxsaq, bir cins sahədə B dəyişməyib, R-nanlı düz mütənasib asılı olmuş olacaq. Sürət 2 dəfə artdığına görə çevrənin radiusu da 2 dəfə artar, 2, 3, 5. 25. İndüktivliyi 0,4 Henry olan sarı xəzan keçən cəryan şiddəti nə qədər amper olmalıdır ki, enerjisi 1,8 joule olsun. Enerjinin düsturu L kvadrat bölü 2-dir. 1,8 bərabərdir. 0,4 vur E kvadrat bölünsün 2-yə. Ondalar getdi. 2 ilə bu 4 getdi, qaldı 2. 18-də 2-yə bölsək 9. E kvadrat 9-dursa, E-nin də özü olacaq 3 amper. 26. Kütləsi 40 kiloqram olan cisim 20 joule radioaktiv şüalanma enerjisi udmuşdur. Şüalanmanın udulma dozasını hesablayın. Aha. D bərabərdir. Y bölünsün M. Qreydi vahidi. Sistemdən kənar vahidi isə rentgendir. Y bölü M-dən 20 bölünsün 40. Sıfırlar getdi, qalacaq 0,5 qrey. 27. Turmalin kristalı uşağı. Turmalin kristalın poliarizasiya hadisəsində idi. Yəni həmin hadisəni, poliyarlaşmanı, işığı poliyalaşdırmaq üçün istifadə olunurdu turmalin kristalından. Görək harda var o. Deməli, enə dalğa. Aha. Poliarizasiyada işığın enə dalğı olduğunu sübut elədi. Birisi. Qabarıq linza. Linzada cisimlərin xəyalını alması üçün istifadə olunur. 2. A. Daha sonra 3-də difraksiya qəfəsi. Difraksiya qəfəsinin dalğa uzunluğunu ölçmək üçün istifadə olunur. Qəbula düşmüşdü bu yaxınlarda və difraksiya qəfəsində ən çox meyl edən qırmızı, dispersiyada isə ən çox meyl edən bənövşə idi. Deməli, D da bura gələcək. Y işığın qayıtma qanunu müəyyən etmək üçündür. Burada elə bir şey yoxdur. Linzada sınma hadisəsi baş verirdi. 28. İçərisində su olan 2 qabının ağzı tıxacıza bağlıdır və şəkildə təsvir olunduğu kimi boru ilə təchiz edilmişdir. İçərisində hava olan bir qabına qızdırdıqda maye daxil edilmiş boruda su fəvvarəsi yaranır. Səbəbini izah edin. Aha. Deməli, uşaqlar, baxın, bu boru, içərisi hava ilə dolu olan boru, digər boru ilə əlaqələndirilib və başlayıb bunu qızdırmağa, bu borunu qızdırmağa. Qızdırdıqca, uşaqlar, buradakı qazın təzyiqi artır. Qazın təzyiqi artdığına görə, baxın, bura artıq əvvəlcə təzyiqlər bərabər idi. Çünki burada heç bir su fəvvarəsi yox idi, tarazı halındaydılar. Təzyiq artdığına görə həmin o havanın təzyiqi verilir burada maye. Paskal qanuna görə də həmin təzyiq hər tərəfə bərabər ötürüldüyündən, baxın, təzyiq artdığına görə buradan əvvəlcə təzyiqlər bərabər idi. Artıq təzyiq artdığına görə buradan suyu sıxışdırıb çıxardacaq, ona görə də fəvvarə yaranır. 29. Aktiv müqaviməti 8 ohm olan rezistor. İndüktivliyi 22 mH olan sarğac və tutumu 400 mikrofarad olan kondensator ardıcıl birləşdirərək dairəvi tezliyi 500 saniyə üstü mənfi 1 olan dəyişən cəryan dövrəsinə qoşulmuşdur. Dövrənin tam müqavimətinə. Gəlin baxaq. Birincisi yazaq tam müqavimətin düsturun Z bərabərdir. R kvadrat üstə gəlinsin XL çıxılsın XC-nin mötərizə kvadratı. R verib 8-dir, olacaq 64. Üstə gəlinsin XL-in yerinə omega L, sizə dairəvi tezliyi omeganı verib, XC-in isə yerinə 1 bölünsün omega S yazırsınız. Omega 500-dür, L 22 millidir. 500 vur, 22 vur, 10 üstü mənfi 3. Aha, 2 dənə 0 getsin, qalsın mənfi 1. 5-i 22-yə vuranda olur 110. 110 da
-1 getdi, qaldı 11. Daha sonra 1 bölü omega c'dən görə alırıq. 1 bölünsün omega 500 C nə qədərdir? 400 mikro. 400 mikronun üstü -6-dır. Onu yazıram yuxarıda müsbət 6 kimi. Deməli, burada 4 dənə sıfırla bu getdi, qaldı 2 dənə sıfır. Yəni yuxarıda 100 qaldı, aşağıdası 20. 100-ü 20-yə bölsə düşəcək 5. Deməli, belə olacaq da 11 çıxılsın 5. Bu da oldu 6. 6-nın da kvadrat olacaq 36. 64, 36 eləyir 100. 100-dən də çıxacaq 10. Deməli, müqavimət olacaq 10, 10. 30-da uyğun üsullardan istifadə edərək rəqs konturunda elektrik yükünün amplitude qiyməti sabit olduqda Ceranştetin amplitudun qiyməti müstəvi kondensatorun kök arasındakı məsafətin asılı qrafikini çəkin. Yük sabit isə I maksimum bərabərdir Q maksimum omeqada. Omeqanın da yerinə kök altında 1 böl LC yazırıq və bura məsafəni gətirmək üçün düsturumuz deməli belə. Q maksimum vurulsun 1 bölünsün kök altında L epsilon, gəlin kök altına elə bütöv yazaq. L vurulsun epsilon 0s bölünsün D, D'də qalxdı yuxarı. Gördüyümüz kimi I maksimal D'dən kök altı düz mütənasib asılı olmuş olacaq. Onda qrafikimiz belə olar. I-nin I maksimalın D'dən asılığı kök altı kimi. Sağ olun uşaqlar.